Arzu, ağlıma bir dənə şey gəldi. Sən burada resepsiyonda işləmirsən. Hə. Mən də administratoram. Maaşından razısan. Yox, razı deyiləm. Ayso, mən də razıyam. Gəl sözü qoyaq bir yerə. Girək müdirin otağına, deyək ya bizim maaşı qaldır, ya da biz çıxırıq. Ay, Rəsul işdən zaten çıxardar bizi. Onu nəzərlənirsən, sən onun bizə ehtiyacı var, bizim ona yox. Bizi kimi işçi nəinki şəhərdə, yer kürəsində yoxdur. İnan mənə. Getdik. Müəllim, salam. Sağ ol. Müəllim, ya bizim maaşımızı qaldırırsınız? Ya da biz işdən çıxırıq. Benim maaşı kaldırma fikrim yoktur. Çıxırsa çıxırlar. Yaxşı. Resul. Gördün? Mən sənə demişdim ki, o bizə yalvaracaq. Qaydın da la. Rəsul sizi eşidir. Ama evinizde qapı yoktur. Bu merakı bağlayayım da dedim. Bağırayım, sabah ilk görüşümüzdür. İstəyirəm sənin əynində qara platiya olsun. Dudağında qırmızı pomada olsun. Ayağında da dik taban olsun. Bildiğin şpilka. Rəsul! Qıraqda yazılar, məlumatlar olsun. Bizim əlaqə nömrələrimiz olsun. Hamısı olsun. Tamam. Ay can ürəyim, sən canım bilən bu yerə. Dedim yemirəm. Kimlə danışırdın? Ay ürəyim, özümüz üçün çalışıram da. Deməli, Emergent adında platforma var. Girdim ora, heç bir kod istifadə eləmədən, heç bir xüsusi bacarığım olmadan yazdım ki, mənə maşın satışı üçün tədbir yarat. İnanırsan Arzu, bir də baxdım ki, hər şey hazırdır. İşçimə də bayaq yığdım ki, o tədbirin içini, dizaynını falan düzəlt, əlaqə nömrələrini falan yaz. Bu yəni bu qədər sadə. Bu da deməkdir ki, tam məhsul yaratmaq ekosistemi gəldi, çatdı. Elə bildim məni aldadırsan. Aç qoy mikrofona. Bəlkə lazımdır. Aç dedim sənə. Alo? Ay ürəyim, dəqiq çay içməyə gedirik. Vay 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 vay. Ata, istədiyim qızı gətirdim ki, tanış olasınız. Allah sizi xoşbəxt eləsin. Rəsul, atamın gözünə nətər girim. Ürəyim, atamın iki dənə şeydən xoşu gəlir. Biri futboldur, biri də meyxana. Hə qızım, sən mənə dinən görüm nə tər yola geyirsiniz, necə dolanırsınız. Heç Nayday, necə yola gedəcəyim? Messi ilə Ronaldo kimi. Oo, futbol bəyənir bu. Hə bala, ona görə də tolcucan atmışam həyətə. Onlarla məşğulam. Toyuq sizə demişkən Nayday, yadıma bir dənə meyxana düşdü. O, meyxana, meyxana sevin. Hansı meyxana qızım? Xoruz toyuğu hindən əməz. Ay ürəyim, deyirəm bəlkə taxtımızı dəyişək. Fidan gilalıqdır, çox qəşəng görünür. Ay qız, Fidanın taxtı köhnə idi. Bizim taxtımız təzədir, bir ildə almışıq. Sən nə bilirsən? Hə? Sən saçmaz idin ey, canan səni saçdı. Bura gəl görüm, hə. Sən siqaret çəksənə. Ata, valla sigaret seçmirəm. Ay, yalandan and içmə, sən siqaret çəksən? Ata, Allah haqqı sigaret seçmirəm. Sən kim dedi? Mən qarqalar. Bir dəqiqə ya. Sən Allah, sən nə çəksən? O nə demək də nə çəksən? Sən qarqalarla danışan adamsan. Sən Allah, sən özün nə çəksən? Öyrətdilər, hə? Qoduqlu qoduq. Bəs evlilik barəsində düşünürsən? Evlilik əslində hə, amma 2 gündür bir-birimizi tanıyırıq. Deyirəm bir uzun yol çıxaq, bir-birimizi tanıyaq. Uzun yol deyəndə yaxın rayonlara da gedə bilərik 2-3 günlük. Yox, mən o mənada uzun yol demirəm. Yəni məcazi mənada bir-birimizi tanıyaq, oturaq, duraq o barədə dedim. Ondan sonra hə, indi rahat bir-birimizi tanıyarıq, xasiyyətimizə bələd olarıq, evə falan. Evə. Mən evi o mənada demədim, yəni dedim ki, tanıyandan sonra evdəkilərə demək lazımdır ki, mən bir qızı ya da qalsın ev. Belə getsə, sən çox başqa şeylər danışarsın. Ay Arzu, məncə ayrılaq da ziyanın yarısından qayıtmaq da yaxşı şeydir. Niyə, nə oldu? Xətrinə dəyməsin, mən maraqlandım. Sənin məndən qabaq nə qədər münasibətin olub ha? Ay Rəsul, biz 10 ildə evliyik, uşağımız da 2-ci sinifə gəlir. İndi maraqlandım bunu. Ya indi vaxtım yox idi da, indi səndən bütün gün ora get, bura get, indi ayılmışam, indi araşdırmışam. Sonra? Yaxşı, canın çıxar, onda hər ay uşağın alimentini verərsən. Aliment. Dərinə getsə, uşaq da məndən. Rəsul! İnanmırsan, oturmaşına gedək test verək. Gedək verək. Nəysə, ayrılıram. Ayrılıram, yox demirsən gedək test verək. Get o gəl. Nəysə də ayrılaq. Yox demirsən test verək. Ay kişi, nəysə. Söhbəti fırlatma. Utanmırsan? Ay qız, mən sənin qaynatanam, Nəyiniyim qaynatamsan? Mən səninlə bir evdə qalmaq istəmirəm. Pensiyada olsan, çıx get, kirayədə qal. Ata, gör sən də gəlin mənlə necə danışır. bunu hamı bilir ki, sən məni əziyyətlərlə böyütmüsən.
Sən mənə həm ata olmusan, həm ana olmusan. Yeri gələndə mənə təhsil vermisən, pul vermisən, ev-eşik qurmusan. Nə olsun Arzu deyir ki, get kirədə qal. Gül kimi parklar var, gel orada qal. Temboli hava da istidir, yaydır da. Qışda bir şey fikirləşərik, pensiyanda qalır özündə sən öz. Bol boylu yerə sıxma. Ne olub, niyə sifəti sallamısan? Atam razı deyil bir yerdə olmağımıza. Niyə? Nə bilim, de ona veriləsi qızım yoxdur. Neçədir aton nömrəsi? 036 Neydi aton adı? Bali. Balih mənim salam! Balih mənim salam! Ay da bu tavalardan biri seç. Deyirəm, hə tavanı. Neyirən nədir? Seç də, birazdan olsa bu tavaların biri ilə döyüləsin. Niyə döyülürəm, hə? Niyə döyülən nədir? Yenə gedib içmisən, Rəşədəmindən jeton alıb atmısan qızlara. Bunu atırsan, WhatsApp-dan sil də. 055 374 74 54 nömrəsi adamın gözünə girir. Tez ol seç bunlardan birini, aparım gizlədim birini. O balaca yaxşıdır. Çox ağrıtmaz. Sen saçmaz idin ey canan seni saçtırdı. Hardan gəlsən qaqa, niyə qanın qaradı? İşdən gəlirəm. Nə var 2 dəfə işə içkili getmişəm. Müdür bu gün mənə çağırıb ki, sən bir də işə içkili gəlsən, sən işdən çıxarcın. Mən də dayın ağayrımı başımı buraxdım. Düz elədin, bax Orxan, sən içkinin başını çoxdan buraxmalıydın. Ha, içkinin yox, işin başımı buraxdım. Daha işə getməyəcəm. Sənin mənim. Arvad, nə varsa? Çay süzürəm. Başın ağrımır, Yox. belin ağrımır, Yox, yox. ayağın zadın ağrımır. Yox, top kimiyəm. Heç yanım ağrımır. Onda hazırlaşmam deyir, banka bağlayıram, gəlsin mənə kömək eləsin. Bəs soruşmadı axı böyrəyin ağrıyır yoxsa yox? Mırt taşır ağalı sen mırt taşır. O makyaja verdiğin pulu yığsaydın, indi maşın almışdın. Sən makyaj eləyirsən? Mən yox. Bəs niyə maşının yoxdur? Çünki sən makyajı mənim pulumdan alırsan. Salam Melek. Hardan gəlirsən? İşdən gəlirəm. Sən Allah özürü say. O qədər işim var idi, mesajlarıma cavab verə bilməmişəm. Narahat olma, onsuz da fake səhifə ilə yazışırdıq. Sen saçmaz idin ey canan seni. Nə var yeməyə? Kartoşka toyuq. Bəs sizə nə qədər kartuşka toyuq olar hə? Pişirə də bilmirsən, əlindən də bir iş gəlmir. Pişirə biləsən yenə cəhənnəmə. Nətərdir yemək? Əladır, varsa bir posta ver də. Hayat şaşırtır hep zaten. Ben gittim öyle derken. Xanım, hara gəl, gəlin mən aparım sizi. Aparmaq istəyirsən? Niyə aparmıram ki belə gözəl xanımı? Apar. Hara gəl, xanım. Bayaq bir şərəfsiz mənə yolda söz atdı. Gedirəm bölməyə onu şikayət eləyəm. Hayat şaşırtır hep zaten. Ben gittim